Bir həyətdə 2 ev, 3 sotun içində. Şəxsi tikili evdir. Gördüyünüz kimi evimiz, bu ikinci evimizdir. Bir otaqlıdır. Bu da 3 otaqlı, geniş bir şəxsi tikilimiz. Ümumilikdə 4 otaq, sayğaclar qaydasında dövlət suyuna qədər var. Evimizin darvazası birbaşa öz məhəlləsinə baxır. Dövlət suyundan əlavə şəxsi öz artizan quyusu da var. Həyət tam daşına qədər düzülüb. Belə bir həyət yanı sahəyə malikdir. Podvala giriş hissəsidir. Birinci bir otağı göstərim sizlərə. Bir otağımız da həmçinin təmirlidir. Həyət yanı sahəsində addenli sanitar qovşağı var, qladovkası var. Oranı çəkmirəm də, bu video uzun olmasın. Burada evimizin belə bir otaqlı evdə alıb rahatlıqla kiraya vermək də olar. Burada yəni sanitar sanuzel yaratmaq olar və yox həyətdə var, oradan da istifadə eləmək olar. Keçid evimizin daxilindən də tanış olaq. 3 otaqlı evimizin belə bir teras hissəsi var, balkon hissəsidir. Özünə məxsus sanitar qovşağıdır, bir yerdədir. Evimiz daxil olarkən geniş bir dənə qonaq otağı, 4 bir tərəf qoşadaş. Qonaq otağından bölgülər başlayır. Mətbəx hissəsidir. Buradan mətbəx mebeli yığılıb. Burada evimizin geniş bir dənə yataq otağı və ikinci bir geniş yataq otağı. Ölçülər normaldır, yəni çox gözəldir. Qaz işıq dövlət su var. Qəsəbə binanın Safxoz ərazisində yanan oba deyilən ərazidə əsas yoldan evə qədər 400-500 metr məsafə olar, olmaz, çox olmaz. Əlavə məlumat üçün səhifədə əlaqə nömrələrimiz var, əlaqə saxlaya bilərsiniz.